Sizi inandırıram ki, belə bir tortu nə görmüsüz, nə də yemisiniz. Üzəri qara əncirlə bəzənmiş, dondurma kimi ağızda əriyən ləzzətli bir tortdur. Mütləq yaddaşa verib saxlamağı tövsiyə edirəm. Hazırlanması da çox vaxt aparmır. Elə isə getdik. İlk olaraq biskviti hazırlayırıq. 3 yumurta, yarım stəkan şəkər tozu, vanil, yarım paket qabartma tozu əlavə edib yenə də qarışdırırıq. Biskvitimizin bizə çox da qalxması lazım deyil deyə, ona görə də yumurtanın ağını sarısından ayırıb mikserlə qarışdırmağı ehtiyac görmədim. Biskviti tortu edəcəyimiz qabın ölçüsünə görə açılmış halqanın içərisinə töküb sobaya yollayırıq. O zamana qədər bişmiş kremi hazırlayırıq və budur, biskvitimiz də artıq hazırdır. Yumşaq biskvitimizi 2 hissəyə ayırırıq. Tortu hazırlayacağımız qabın içərisinə streç salırıq. Bu dərin bir qab olmalıdır. 5-6 ədəd ənciri də bu qaydada dilim-dilim doğradım. Sonra qabın içərisinə bu formada səliqə ilə düzdüm. Arasındakı boşluqları bağlamaq üçün elə əncir cemindən istifadə edirəm. Bu zamana qədər bişmiş kremim də soyudu. Davam edə bilərik. Biraz mikserlə çalıb üzərinə kərə yağı və labnə pendir əlavə edirəm. Kremin gözəlliyinə bir baxın. Qar kimi ağappaq, yüngül bir krem alınır. Kremin 1/3 hissəsini pavillanın üzərindən qoyuram və üzərinə biskvitin üst hissəsini qoyuram. İçəri tərəfdən südlə yaxşıca isladıram. Sonra yenə pavilla qoyub yayıram və yenidən kremin qalan hissəsini istifadə edirəm. Düşünürəm ki, bişmiş kremlərin şahıdır. Yoxsa dekor üçün margarin tərkibli, güya qaymaq adlanan qondarma kremi hər bir biskvitə istifadə edirlər. Qat-qat ucuz başa gələn, keyfiyyətindən əmin olduğunuz bişmiş kremi hamıya tövsiyə edirəm. Biskvitin ikinci hissəsində isladıb üzərinə qoydum. Bir neçə saat soyuducuda gözlətdikdən sonra artıq tortumuz hazırdır. Həm görünüşü qeyri-adi, həm də dadı bir ayrı möhtəşəmdir. Bu gözəlliyi mütləq siz də hazırlayın. Bəyənməyi isə unutmayın.